Aşağıda Cənub yarımkürəsində yerləşən paralel çevrələrinin bir dərəcə qoşulu uzunluqları verilmişdir. Hansı paralel çevrəsinin şimal qütb dairəsinə daha yaxın yerləşdiyini müəyyən edin. Şimal qütb dairəsi biz bilirik ki, 66,5 şimalin dairəsidir. Bu ekvator xətti 0 dərəcə və bu paralellər verilib. Bu paralellərin biz kilometrdən biz dedik ki, ekvatoru 5 dənə paralel verib. 1, 2, 3, 4, 5. Biz bilirik ki, ekvatora doğru getdikcə, daha da ekvatordan qütbə doğru getdikcə paralel dərəcələrin qövsü azalır. Azalır və amma ekvatora doğru getdikcə isə paralel qövsünün uzunluğu artır. Bu da yerin kürə şəklində olması ilə olmasının səbəbi nəticəsində baş verir ki, paralellər qütbə doğru getdikcə qısalır. İndi gəlin baxaq. Yəni bu hansı paralellərin dərəcə qiymətlərini biz bilməsək də, bunları biz cavab tapa bilərik. Məsələn, B 40 dərəcə paraleldir, D 50 dərəcə paraleldir, Y 10 dərəcəli paraleldir, A deyək ki 80 dərəcəli paraleldir, C 70 dərəcəli paraleldir. Yəni biz bunları bilməsək də, ümumi olaraq kilometrlərlə yazsaq, biz taparıq. Kilometrləri biz ekvatordan cənuba doğru düşsək, ən deyək ki, böyük paralel, ya da ən böyük kilometr ekvatora daha yaxındır. Y məntəqəsi 109,6. Sonra ikinci gəlir ən böyük B məntəqəsi, B paraleli 85,14. Üst gəlir D, sonra gəlir C, sonra gəlir A. İndi deyirik ki, şimal qütb dairəsinə daha yaxın. Daha yaxın olan, əlbəttə ki, biz burada Y məntəqəsi daha yaxındır, Y variantı. Qrinviç meridianı, ekvator xətti və tropik xəttlərin hər biri ilə kəsin yeganə materik. Burada Cənubi Amerikanı həm Qrinviç kəsmir. Avstraliyanın Qrinviç kəsmir. Nə ekvator kəsir, nə Qrinviç. Cənub tropik kəsir. Şimal Amerikanın ekvator kəsmir, şimal tropik kəsir. Avrasiyanı Qrinviç kəsir, amma ekvator kəsmir. B variantı doğrudur. Afrika həm Qrinviç kəsir, həm ekvator, həm tropiklər kəsir. Aşağıdakı hansının üzərində qütb ulduzu daha böyük bucağı altında görünür? Biz dedik ki, qütb ulduzu onun paralel dərəcəsi ilə bağlıdır. Paralel dərəcəsi nə qədər böyükdürsə, deməli orada biz qütb ulduzunu daha böyük görəcəyik. Birinci ekvator xətti 0 dərəcə. Həm də şimal yarımkürəsində görünür. Yəni burada 0 dərəcə. Demək olar qütb ulduzu görünməyəcək. B şimal tropiki 23,5 şimal endarəsi. C şimal qütb dairəsi 66,5 şimal endarəsi. Sonra C cənub qütb dairəsi 66,5 cənub endarəsi. Və cənub tropik 23,5 cənub endarəsi. Burada ən böyük bucaq altından görünən, yəni amma şimal yarımkürəsi, cənubda görünmür. Şimal ən böyük bucaq görünən, bucaq altında görünən elə tropik, daha doğrusu şimal qütb dairəsidir ki, onun bucağı da böyükdür. Böyük bucaq altında görünür, 66,5 dərəcə bucaq altında görünür. Paralelin dərəcəsi də 66,5-dir. Cavab şimal qütb dairəsi, C variantı. Qütb ulduzunun 60 dərəcə bucaq altında göründüyü saxlayırıq. Məsələn, birinci hissəsi. Qütb ulduzu 60 dərəcə bucaq altında görünürsə, deməli bu məntəqə hardadır? 60 şimal endarəsi. Keçid növbəti. Enlikdə yerləşən məntəqədən Bakıya ən qısa məsafə 2220 kilometrdir. Buradan Bakıya paralel neçədir? 40 şimal endarəsi. Qütb ulduzunun 60 dərəcə bucaq altında göründüyü coğrafi enlikdə yerləşən məntəqənin Bakıya qədər ən qısa məsafə 2220 kilometr. 2220 kilometr. Əlbəttə, burada uzunluğu soruşacaq bizdən. Deməli, bu məntəqənin coğrafi uzunluğu tapın. Biz hansı azimutdan gedirik? 180 azimut. 180 azimutdan gedir, deməli meridianla gedir. Meridianın da bir dərəcə qoşulu uzunluğunu tapırıq 111 kilometr. Gedilən dərəcə görək doğrudurmu? Yəni biz 180 dərəcə ilə gediriksə, yəni hesablayaq ki, həqiqətən də biz doğru tapmışıq mı? 111 kilometr. Gedilən bucaq 60 şimal, 40 şimal. Eyni yarımkürədir. Ona 60-dan 40-ı çıxırıq. 20 bərabər 2220. Bu da tənasüb doğrudur. 20-ni vuruq 111-ə, 2220 bərabər. Deməli, biz Bakıdan daha da 60 şimal, 40 şimal arasında ən qısa məsafə 220 kilometr. Deməli, meridianla gedib. Deməli, bunlar da eyni meridian üzərində. Bakının da meridianı neçədir?
50 şərq usulu Y variantı. Hansı materik Cənub yarımkürəsinin Cənub yarımkürəsindən başqa digər 3 yarımkürədə yerləşir? Avrasiya materiki. Afrika həm cənubda da var, Avstraliya cənubda da, Antarktida cənub, şərq, qərbdə, Şimali Amerika isə deməli Şimali Amerika şərqdə yerləşmir, qərbdə yerləşir. Ona görə B variantı. Hansı materikin ucqar cənub nöqtəsi şimal Avrasiyadır. Qərb yarımkürəsində yerləşir. Ucqar cənub nöqtəsi şimal və qərb. Ucqar cənub nöqtəsi. Ucqar cənub nöqtəsi Avrasiyada şimalda, amma şərqdir. Avstraliya şimal deyil. Afrika şimal, qərb yarım. Ucqar cənub nöqtəsi. Cənub nöqtəsi cənubdadır. Cənubi Amerikada cənubdadır. Şimali Amerika D variantı. Qütb ulduzu hansı materikdə görünməz? Qütb ulduzu bildik ekvatorun aşağıda görünməz. C variantında Avstraliyada görünməz.